Abşeron rayon məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlu'nun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə ilahiyyatçını cinayət məcəlləsinin 153.2, 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər maddəsi ilə təqsirli bilib. Məhkəmədə ifadə verən Hacı Salman azyaşlıya qarşı heç bir pis niyyətinin olmadığını, ona qarşı əxlaqsız hərəkətlər etmədiyini deyib və buna dair ekspertiza rəyi olduğunu bildirib. Lakin məhkəmədə onun ibtidai istintaqa verdiyi etiraf edici ifadə elan edilib. Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Hacı Salman Kamiloğlu'na 3 il 9 ay həbs cəzası verilib. Qeyd edək ki, hadisə ötən il iyunun 22-sində saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində baş verib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib.